Kuala Lumpur, Malayziya, ABŞ prezidenti Donald Trump'un ASEAN sammitinə görə Malayziyaya səfərinə etiraz edən yüzlərlə Fələstin yanlısı nümayişçi aksiya keçirib. Nümayişçilər bazar günü səhər və axşam Kuala Lumpurun Müstəqillik meydanında və şəhərin Ampang Park bölgəsində ayrı-ayrılıqda toplaşaraq Trump'un Qəzzəyə qarşı İsrail müharibəsinə verdiyi dəstəyə etiraz etdilər. Trump 47-ci ASEAN sammitində iştirak etmək üçün Kuala Lumpurda idi. Burada Kamboca və Tayland arasında atəşkəs sazişinin imzalanmasına rəhbərlik etdi və bir sıra ticarət müqavilələrini elan etdi. Müstəqillik meydanında kəfiyə taxmış nümayişçilər günorta günəşinə baxmayaraq Azad Fələstin şüarı səsləndirdilər. Asma Hanim Mahod, şimal-şərqi Malayziyada yerləşən Kelantan şəhərindən 300 km məsafə qət edərək nümayişdə və cümə günü ABŞ səfirliyi qarşısında keçirilən başqa bir aksiyada iştirak etdiyini bildirdi. Vicdanı olan insanlar bilir ki, Trump soyqırımı təşviq edir. Onsuz İsrail Qəzzədəki bütün uşaqları və insanları öldürə bilməz, o, Əl Cəzirəyə belə dedi, bunu anlamaq çətin deyil. Mahod, səhərki etiraz aksiyasının rəsmilər tərəfindən ASEAN sammitinin keçirildiyi yerin yaxınlığındakı Ampang Parkdan başqa yerə köçürülməsindən narazı idi. Həmin həftə ərzində orada da etiraz aksiyaları keçirilmişdi.